Bu videoda Franz Kafka haqqında bir oxucu olaraq və Franz Kafkanın əsərlərini çox sevən birisi olaraq onun həm həyatını, həm də oxuduğum əsərləri üzərindən fikirlərimi paylaşacağam. Çünki bunun səbəbini sonunda deyəcəm niyəsin, amma son bir ildən artıqdır özümü davamlı olaraq Franz Kafkanın əsərlərində yaratdığı qəhrəmanlar kimi hiss eləyirəm. Daha doğrusu onun o əsərlərindəki ab-havanı, o bürokratiyanı, o absurdluğu içərisindəymişəm kimi hiss edirəm. Bunu da çox adama maraqsız olar deyə videonun sonunda deyəcəm. İstəyənlər nə vaxtsa baxa bilər. Franz Kafka deyəndə biz ilk öncə minor ədəbiyyatı düşünməliyik. Çünki minor ədəbiyyatın, yəni danışanda ilk ağlımıza gələn yazar demək olar ki, Franz Kafkadır. Bu azınlıq ədəbiyyatı deməkdir. Minor ədəbiyyat, major ədəbiyyatın əksi. Yəni major ədəbiyyat çox kütləyə yazılmış ədəbiyyatdır. Minor ədəbiyyat isə onun əksinə olaraq kütləyə yox, bir azınlıq qismə xitab eləyir və belə bir fikir də var ki, minor ədəbiyyat onsuz da siyasidir. Çünki Franz Kafkanın əsərlərini dəyərləndirəndə onu anti-bürokrat kimi sanki davamlı olaraq əsərlərində metaforlar var. Bürokratiyanı, modern insanın, daha doğrusu insanlığın modernə keçid dönəmindəki sıxışmışlığı, çarəsizliyini biz oxuyuruq, o metaforları anlamaya çalışırıq. Hansı ki, bizim əlimizdə də belə deyim, sübut yoxdur. Ədəbiyyat olaraq hər tərəfli Kafkanı yenə də deyirəm, tənqid eləyirlər, analiz eləyirlər, amma ortaq bir nəticə yoxdur. Amma minor ədəbiyyat ümumilikdə onsuz da siyasidir. Bunun da səbəbi əslində açıqlamaq istəyirəm ki, nə deməkdir? Kafka Yəhudi əsilli, Çexiyada yaşamış, amma əsərlərinin əksəriyyətini demək olar ki, alman dilində yazmışdı. Və bunun özü də onun əslində özünə yadlaşması, toplumda özünü tapmaması, kimliyini tapmaması məsələsində düşünürəm ki, kifayət qədər ciddi rol oynamış bir vəziyyətdir. Və dediyim kimi, yəni əslində məsələn kitab məsləhətlərinə baxanda ən çox oxunulması lazım olan, daha doğrusu mütləq oxunulması kitablar içərisində görürəm Kafkanı. Tamamilə yəni Kafka bu siyahıda olacaq bir yazar deyil. Onun əsərlərini bu siyahıda düşünürəm ki, qətiyyən dəyərləndirmək olmaz. Çünki adı üstündə, yəni azınlığa, az bir kütləyə xitab etmiş yazardır. Klassik ədəbiyyat məsələn zamanın təsirindən keçmiş, sınağından keçmiş ədəbiyyatdır. Major ədəbiyyat, yəni kütləyə, bestsellerlər buna daxildir. Amma minor ədəbiyyat yəni bunun əksidir. Biz bunu, yəni əsərlərini oxuyanda fikirləşirəm ki, mütləq ki, bunu ağlımızda tutmalıyıq. Çünki Kafka Yəhudi ailəsində, Yəhudi icmasında böyüməyinə baxmayaraq, onun ailəsi alman dilində danışan, yəni modern Avropalı olmuş azsaylı ailələrdən biri idi, yəni Yəhudilərdən biri idi. Amma bir tərəfdən də Yəhudi icmasında dostu da, yaxın dostu da Yəhudi icmasının üzvü idi. Və bir yandan da yəni o dönəmki Çexiyada yaşayıb yaradıb. Çexiyanın əslində özü düşünürəm ki, Çexiyada belə çox depressiv, qəribə şəkildə o deyirlər şəhərlərin ruhu adlı bir bəlgəsəl var idi. Mən uşaq vaxtı izləyirdim. Həqiqətən şəhərlərin ruhu olur və düşünürəm ki, Çexiyada deyəndə əlbəttə ki, Praqanı deyər, hansı ki, Kafkanın da muzeyi var və qəribə şəkildə çox depressiv bir mühiti var və düşünürəm ki, bunu da özünü də əlavə eləyə bilərik buna. O depressiv ab-havanın mütləq ki, təsiri olmuş, yan keçməmişdir. Və keçək əsərlərini dəyərləndirməyə. İstəyirəm həm də Kafkanın, həm şəxsi həyatındakı qadınlarla məsələn münasibətləri, ailəsində münasibəti, yazar olaraq hansı ki xəstəlikləri hətta, məsələn o bütün əsərlərini dostu Max Broda tapşırmışdı ki, ölümündən sonra əsərlərini yandırsın. Amma biz yəni onun dostu sayəsində bugün o kitabları yaxşı ki də yandırmayıb.
Və bunun da məsələ özü çox müzakirələrə səbəb olunur. Çünki Kafkanı məsələn şizoid adlandırırlar çox analiz ediləndə, yəni onun həm həyatı, həm əsərlərində əsaslandırılmış şəkildə və yaxud da ki, obsessiv kompulsiv xəstəlik olması. Çünki o davamlı olaraq yazılarını bəyənmirdi, fikirlər təkrarlanırdı. Davamlı olaraq redaktə edirdi, tamamlanmamış məsələn qəsr romanı kimi tamamlanmamış əsərləri var. Bunun özündə yəni demək olar ki, obsessiv kompulsivdir və yaxud da ki, nəyə görə şizoid deyilirdi? Çünki o insanlarla şizoid xəstələnə çox vaxt olur. Yəni real münasibət yox, daha çox məktublar üzərində. Məsələn, atası ilə ünsiyyətinə baxırıq, məktublar yazıb və yaxud da ki, sevdiyi qadın Milenaya məktublar, daha çox məktublar şəklində ünsiyyəti seçirmiş. Və bundan əlavə, yəni ölümü də onsuz da bilirik ki, vərəmdən ölübdür. Gənc yaşda, 41 yaşda dünyasını dəyişib. Artıq nəhayət ki, yəni o qədər hər tərəfli danışmaq istəyirəm ki, əslində ona görə həyəcan keçirdim. Bilmirəm tam olaraq ardıcıllığı necə aparmalıyam. Çünki izlədiyim, yenə deyirəm, videolarda bir mövzunu ələ alırlar və o mövzu üzərindən dəyərləndirirlər və Kafka üçün bunu eləmək hədsiz dərəcədə mənə absurd gəlir. Belə anlaya bilmərik, yəni qısaca. Keçək əsərlərinə. İlk Kafka haqqında danışanda mütləq şəkildə mən bunu tamamilə şəxsi fikrimdir ki, ilk olaraq Atama məktub əsərini dəyərləndirməliyik. Bu əsər atasına məktublar şəklində yazılmışdı və heç vaxt onu atasına göndərə bilmir. Hansı ki, mən gənclik dönəmində yenə də bu əsəri oxumuşdum və hər kəs düşünürəm ki, öz ailəsində yaşadığı ailədə, basqıcı belə deyim, ailələrdə, atanın dominant olduğu ailələrdə özünə aid nələrsə tapa bilər bu əsərdə. Kafkanın Atama məktub əsərində biz hiss eləyirik ki, hansı ki, nəyə görə çox önəmlidir bu arada bu əsər? Çünki digər əsərlərini, hansı ki, bürokratiya, modernləşməyin keçiddə insanın cılızlaşması, çarəsizliyi, gücsüzlüyünü hiss eləyirik. Bu əsərlərin təməli, belə deyim, Kafka özünü niyə belə hiss eləyirdi? Niyə bu qədər cılız, gücsüz hiss eləyirdi? Fiziki olaraq da onsuzluğu cılız idi. Yəni, məhz bu səbəbdən də məsələn əskərliyə getməyibdi. Və yəni sadəcə olaraq psixoloji xarakteri olaraq yox, həm də fizioloji olaraq çox cılız və gücsüz bir insan idi. Hansı ki, bu səbəbdən də atası ilə münasibətinin daimi olaraq əzildiyini hiss edirdi. Çünki onun atası özünün tam əksinə təsvirlərdə görürük ki, çox diktator şəklində, yəni fikirlərini diktə eləyən, çox həm fizioloji olaraq da güclü bir adam idi. Atasını məktublarda daimi olaraq həm fizioloji olaraq da belə təsvir eləyir Kafka. Və öz necə ki, narsist valideyn adlandıra bilərik əslində Kafkanın atasını, öz uzantısı olaraq görürdü, yəni Kafkanı. Ayrıca bir fərd olaraq yox, onun heç bir seçiminə hörmət eləmirdi. Cəmiyyət içində və yaxud da ki, ailədə yəni o qədər qısıtlayıcı münasibəti olur ki, məsələn, Kafka bilirik ki, hüquq oxuyubdu, hansı ki, o yazar olmaq istəyirdi, amma atası onun bu seçiminə də hörmət eləmir və deyir ki, sən yazar olaraq yəni yaşaya bilməzsən, pul qazana bilməzsən, onu belə deyim, aşağı dəyərləndiribdi. Və bütün əsərlərində Kafkanın bu öz dəyəri, öz güvənsizliyini biz hiss eləyəcəyik digər əsərlərində. Bunun kökü isə yenə də deyirəm, atası ilə olan münasibətə gedir. Hansı ki, anası da təhsilli bir qadın idi, amma onların ailəsində bir neçə hətta xatirələrini danışır o əsərdə ki, atası onu necə cılız hiss elətdirirdi. Və hətta Kafka bilirik ki, 3 dəfə nişanlanıb, ikisi eyni qadınla olmasıyla və ailə həyatı qura bilməyib heç vaxt. Və bunun da əslində şəxsi həyatının uğursuz olmasında da daha doğrusu atasını günahlandırırdı. Çünki o gücü hiss eləmirdi bir növ özündə. Evliliyə qədər gedib çıxacaq gücü hiss eləmirdi özündə. Bu hissinin də kökü atası yəni ona aşılamışdı. Yenə də deyirəm, bu öz yazılarından biz bunu anlayırıq ki, atasını günahlandırır öz şəxsi həyatında bu qədər uğursuz olmasında. Atası yəni belə bir ailədə doğulubdu. Daha sonraki əsərlərində
demək olar ki, nədən danışım? Məsələn, Amerika əsərində bir gəncin, hansı ki, Kafka həyat boyu Amerikaya getməyib, amma Amerika adlı əsər yazır və bu əsərində bir üst ailənin, yəni ailə uşağının, övladının valideynlər tərəfindən Amerikaya təhsil üçün göndərilməsi hekayəsini oxuyuruq. Bir növ macəra tipli, bir macəra dəstinə deməzdim, əsərdir. Orada o qəhrəman, necə ki, Amerika deyəndə biz oradakı modernləşmiş toplumu içərisində o kiçik insanı yenə salıb və yenə biz onu izləyirik ki, bu gənc nələr edəcək, necə həyatda qalacaq, orada başına gələn absurd hekayələr. Ən önəmli metamorfoz çevrilmə əsəridir və bunun haqqında ayrıca video eləmişəm. Kafkanın, yəni Kafka deyəndə ilk bizim ağlımıza gələn əsər ilə çevrilmədir. Ona görə bu haqda danışmayacağam və məhkəmə olaraq bizim dildə tərcümə eləyib, səsli kitabda dava olaraq onu tapa bilərsiniz. Məhkəmə əsəri isə əslində Almancadan tərcümədə proses gedir, yəni proses olaraq da Azərbaycan dilinə çevrilə bilər, amma məhkəmə olaraq tərcümə olunub. Burada isə mən deyərdim ki, Kafkanın ən sevdiyim əsəridir. Və bu məhkəmədə, necə ki, Gregor Zamza çevrilmədə bir səhər oyanırdı və böcəyə dönüşdüyünü görürdü, yəni belə qəribə bir giriş. Burada isə bir səhər oyanırsınız və evinizi polislər gəldiyini görürsünüz, hansı ki, o polislər sizə deyirlər ki, sən cinayət işləmisən və yəni məhkəmən davam edir. Sənə icazə verirlər həyatın, gündəlik həyatın davam eləməsinə, amma eyni anda məhkəmə gedir. Yəni sən bir cinayət eləmisən. Və bu adam nə cinayət elədiyini bilmir. Davamlı olaraq özünü müdafiə eləməlidir. Amma nə ilə günahlandırıldığını bilmədiyi üçün bunu eləyə bilmir və səbəb axtarır. Qəribə şəkildə əsərdəki digər hər kəs onun yəni məhkəməsinin olduğunu, bir cinayət işlədiyini bilir. Bunun özü də bir absurdluqdur. Qəribə şəkildə hər kəs bunu bilir və əsər boyunca bu adam cinayətini elədiyi cinayətin nə olduğunu araşdırmağa çalışır. Milan Kundera məhkəmə əsəri barədə belə demişdi ki, Dostoyevskinin Raskolnikovu, yəni cinayət cəzadakı Raskolnikov bir cinayət eləmişdi və cəzasını axtarırdı. Burada isə, məhkəmə əsərində isə K bir cəza alıbdı, yəni cəzalandırıbdı. O cinayətini axtarır, cinayətinin nə olduğunu axtarmağa çalışır. Hansı ki, o məsələn məhkəməyə tapmaq istəyir, hakimi tapmaq istəyir. Bu hakim təsviri də bu arada düşünürəm ki, çox önəmlidir orada. Çünki orada obraz deyir ki, qəhrəman deyir ki, hakimi əslində realda görmüşdüm və o portretdəki qədər böyük, belə güclü bir obraz deyildi, cılız bir adam idi. Amma təsvirlərdə çox güclü bir obraz olaraq rəsmdə, daha doğrusu portretdə təsvir olunur. Bu düşünürəm ki, eyni ilə 1984-də və yaxud da ki, V for Vendetta'da, hansı ki, onlar da bənzədirlər. Big Brothers'ın təsviri var. O rejimdə biz bilirik ki, diktatorlar özlərini yarı tanrı olaraq təsvir elətdirirlər. Həm kivlər vasitəsilə insanların gözündə, həm də ki, təsvir olaraq, yəni sanki heç vaxt məğlub edilməzdilər, çox güclüdürlər, yəni bunu fizioloji olaraq da təsvirlərə yansıdırlar. Və burada da belə bir hakim təsvir edilir, hansı ki, Kafka qəhrəman anlayır ki, yəni əslində hakim belə bir obraz deyil və oradakı bürokratiyanı, absurd bürokratiyanı tənqidi var, hansı ki, məhkəmə gedir, adam səbəbi bilmir, içində olduğu durumu anlamır. Daha sonradan əmisi ona deyir ki, sən tək başına, yəni bu cinayət işi açılıbsa, tək başına bunun öhdəsindən gələ bilməzsən. Bir vəkil məsləhət görür. O vəkil yəni heç bir şey eləmir. Bunu da eynən, yəni öz həyatımdakı bənzədirəm bu durumu da. Vəkil heç bir şey eləmədiyini anlayandan sonra daha sonra yəni vəkildən də imtina eləyir, çünki onun işə yaramadığını görür. Yenə də deyirəm, vəkil nə üçün lazımdır? Biz bir cinayət eləyəndə vəkil, ortada yəni bir cinayət olmalıdır vəkilin məni müdafiə eləməsi üçün. Amma bu adam nə etdiyini bilmir və bunu öyrənə də bilmir. Daha sonra
məsələn getməlidir, məhkəməyə çağırılır, getməlidir, amma yeri bilmir, yer yoxdur. Yəni cinayət yoxdur, məhkəməyə getməlidir, məhkəmə yoxdur, hakim yoxdur. Qanun kitablarını orada açır, o təsvirləri çox sevmişdim. Qanun kitablarını açır, maraqlanır, içərisində heç bir şey olmur, heç bir məlumat olmur. Yəni tamamilə başdan sona bir boşluq, bir qeyri-müəyyənlik içində olduğu o qeyri-müəyyənlik, hansı ki, yenə də deyirəm, əsərlərdə bunu dəhşət çox sevirəm. İnsanı nevroza aparacaq, insanı heçliyə məhkum edən bir şeydir və insan psixologiyasını mənə görə bu qədər məhv eləyən, qeyri-müəyyənlik qədər məhv eləyən heç bir şey yoxdur və məhkəməni də oxuyanda biz eynən o qeyri-müəyyənlikdən o qədər boğuluruq ki, bu səbəbdən də Kafkanın əsərlərini, özəlliklə məhkəməni çox sıxıcı, çox, yəni bu kitabı niyə oxudum, bu boşdur kimi tənqidlər var. Yenə də deyirəm, ədəbi tənqidlər, yəni bir tərəfdə, məsələn ki, orada bürokratiyanı mı tənqid edir, nəyə görə belə düşünürük, metafordurmu, metafordursa fikrimizi əsaslandıraq. Bu tamamilə başqa bir düşüncədir və yaxud da ki, varoluşsal psixoloji təsvirləri idimi Kafkanın. Biz bunu onsuz da cavab tapa bilmirik. Amma yəni belə kitab boş idi, sıxıcı idi. Yəni ümumilikdə, yəni bunu da izahını ona görə öncədən verdim ki, bu azlıq kütlə üçün yazılmış əsərlərdir və həqiqətən də oxuyanda insanı boğur, yəni bitmir, davamlı olaraq təkrarlanır, öyrənmək istəyirik. O qəhrəmanla birlikdə biz də o boşluğa düşürük, davamlı olaraq cavab tapmaq istəyirik ki, nə oldu, hakim gəlsin, yəni biz anlayaq və axıra qədər bunu anlaya bilmirik. Məhkəmə romanında. Oradakı məsəl üçün başqa bir detal var idi, hansı ki, bir qızla məhkəmə gedəndə yaxınlaşır. Bu arada Kafkanın qadınlarla olan münasibətləri də əsərlərində aşağı-yuxarı eyni təsvir olunur. Demək olar ki, bütün əsərlərində qadınla bir anda flörtləşir, yaxınlaşır. Daha sonra isə anlayır ki, ortada bir yanlış anlaşılma var. Yəni bir növ tutuzdura bilmir, belə deyim. Hansı ki, şəxsi həyatında da, yəni baxanda 3 dəfə nişanlı olub, amma evlənə bilməyib. Daha sonra Milena ilə sevgi hekayəsi, sevgi belə deyim, məktubları yazıbdı. Bu əsər barədə də mütləq danışacağam. Milena'nın Kafka üçün nə qədər önəmli olması və biz oxucular üçün də niyə bu qədər önəmli olması barədə. Və qadınlarla münasibəti də yəni belə özgüvənsiz, yəni eyni ilə kişi-qadın münasibətlərində özgüvənsizliyi yenə var. Yəni hər bir sahədə özgüvənsizliyi var. Və burada bürokratiyanın, hansı ki, Tanrının yerinə bir növ insan bürokratiyanı, qanunları qoydu və yenə o bürokratiyanın altında əzilmiş, cılızlaşmış və sonunda edam edilir. Qəhrəman səbəbini bilmədiyi halda cinayətini hətta qəbul edir və biz anlamırıq nə baş verdiyini, amma qəhrəman edam edilir. Yenə də deyirəm, Kafkanın məhkəmə təkrarlanan, uzanan, boğunuq, sıxıcı, o bozluğu əsərdə adamı belə bütün bezdirir ki, yəni dinləyə bilmirsən və yaxud da ki, oxuya bilmirsən bu əsəri. Sırf buna görə, sırf bu səbəbdən mənim üçün çox-çox xüsusi bir yerdədir məhkəmə əsəri, Kafkanın digər əsərlərdə. Yəni aşağı-yuxarı bəhs elədiyim mövzular bütün əsərlərində var. İnsan gücsüzlüyü, çarəsizliyi, bürokratiya, sistemin altında əzilməsi, insanlarla münasibətdəki özgüvənsizlik, cəmiyyətlə arasında, o cəmiyyət qarşısında bir növ özünü yad hiss edir, o cəmiyyətə uyğunlaşa bilmir. Hansı ki, şəxsi həyatında da yenə də deyirəm, biz baxanda eynisini görürük. Və daha sonra danışacağım məhkəməni dedim. Milena ilə məktublar barədə danışmaq istəyirəm və Milena nəyə görə önəmlidir? Biz bilirik ki, Kafka atası kimi Milenaya da məktublar yazıbdı. Milena Çex bir jurnalist idi, hansı ki, bizim üçün nəyə görə önəmlidir? O, Kafkanın əsərlərini alman dilindən Çex dilinə tərcümə eləmiş ilk tərcüməçidir, belə deyim. Aralarında daha çox iş əlaqəsi olmasına baxmayaraq və Milena evli olmasına baxmayaraq, Kafka ona sevgi etirafları yazır və çox belə şişirdilmiş, çox romantizə edilmiş şəkildə, hansı ki, yeniyetməlik dönəmdə oxuyanda kəşki kimsə bizi belə sevsin, bu həddə sevsin kimi romantik düşüncələrə qapılırıq.
Milena'nın isə yəni tam olaraq münasibətini bilə bilmirik, belə deyim. Çünki onların münasibətinin qarşısında bir əngəl var idi. Onsuz da Milena belə deyim, evli idi. Amma bəlkə də, yəni bir Freyd yenə də gözü ilə analiz eləyəndə bəlkə də onu Milena'ya olan hisslərinin səbəbi imkansız olması idi. Yəni onsuz da Kafkanın evlilik fobiyası var idi. Evliliyi çox istəsə də, yenə də deyirəm, bunda da atasını günahlandırırdı. Özündə bu gücü tapa bilmirdi. Ailə quracaq gücü tapa bilmirdi. Çünki biz bilirik ki, uşaqları da çox sevib Kafka. Özünü o gücsüzlüyün altında, yəni evlilik fobiyası, nəticə olaraq evlilik fobiyası var idi. Və bəlkə də şüuraltı olaraq fikirləşirsən ki, Milena'nın sevməsində, yəni o rahatlıqla sevməsinin səbəbi də o idi ki, onsuz da yəni bu adamla evlilik imkanım yoxdur. Yəni onsuz da bir əngəl var. Amma digər qadınlar 2 dəfə cəhd elədiyi halda münasibətləri alınmayıb və daha sonraki əsəri, baxın, Milena'ya məktublarda, yəni dediyim kimi, eynən sevgi hissləri, romantik üslubda yazılmış hissləri və eyni, yəni sevgi hissində belə o çarəsizliyi, o gücsüzlüyü, o imkansızlığı, nə edəcəyini bilməməyi, sevgi hissində də, ailədə də, ailə bağlarında da, fərd olaraq cəmiyyətdə də obrazlara baxırsan, yəni bir böcəyə dönüşmüş kimi hiss edirsən. Yəni Kafka deyəndə əslində hamımız dönəm-dönəm sistemin qarşısında və yaxud da ki, varoluşumuz qarşısında, varoluş tərəfdən də yenə də deyirəm, Sartre, Camus kimi ekzistensialist fəlsəfənin nümayəndələrinə Kafka təsir etmiş bir yazardır və bu tərəfdən də dəyərləndirirlər ki, o ekzistensialist bir yazar idi. Onun yazdıqları, yəni tam olaraq o varoluş həyatın içindəsən və nə edəcəyini bilmirsən, sənin əlində olan həyatla çarəsizlik yaşayırsan, absurdluq. Yəni bu tərəfdən də analiz edilir. Bürokratiya barədə də analiz edilir. Bu arada onun əsərlərinin heç də metaforlarla oxunulmaması, çünki biz metaforlarla oxuyuruq, məsəl üçün çevrilmə əsərini oxuyanda sistemin bir insanı böcəyə dönüşdürdüyünü sadəcə olaraq Kafkada, Freydin dediyi kimi biz bunu fizioloji olaraq görürdük. Amma hər birimiz o bürokratiya qarşısında səhər işdə, axşam evə gəl, bir böcək metaforu oxuyurduq. Hansı ki, işə yaramadığı halda kapitalist sistemin burada tənqidi var. İşə yaramırsa, ailəsi tərəfindən belə o dəyər görmürdü. Onun ölməsini, ən sevdiyi bacısı belə artıq onun ölməsini istəyirdi. Yəni biz bu metaforlarla da oxuya bilirik. Bəzi tənqidçilər isə deyirlər ki, sırf Kafkanın xəstəlikləri və yaxud da psixoloji durumunu analiz eləyərək deyirlər ki, o heç də metaforlarla yazmayıb. O sadəcə olaraq həyatda, uşaqlıqdan, yenə deyirəm, atamın məktublarından da gördüyümüz kimi, həyatı boyu həyata uyğunlaşa bilməyib, cəmiyyətə uyğunlaşa bilməyib, varoluşa uyğunlaşa bilməyib və cılız hiss eləyib. Sadəcə o bu cılızlığı, belə deyim, əsərlərində yazılır. Bundan əlavə yenə də deyirəm, onun şizoid məsəl olduğu deyilir, obsessiv-kompulsiv olduğu deyilir. Məsəl üçün, əsərlərini davamlı olaraq redakt eləməsi, heç vaxt bəyənməməsi, sonunda da dostuna yandırmasını tapşırmağa belə onun obsessiv-kompulsiv olmasını fikrini, yəni belə deyim, müdafiə eləyirlər. Nəyə görə o metafor yazmırdı və s. Amma bizim yəni bir əlimizdə keçərli bir səbəb yoxdur. Kim necə istəyirsə onun əsərlərini həqiqətən də hər tərəfdən də oxumaq olur. Yəni ekzistensialist olaraq da oxuya bilirsən, metaforlarla dolu. Bir də nəyə görə deyirlər ki, o metaforlarla yazmırdı. Yəni onun yazdıqları siyasi deyildi. Çünki Kafka heç vaxt bir siyasi proseslərdə, məsələn, Dostoyevski kimi deyək, iştirak eləməmişdi. Yəni o bir antibürokrat deyildi və yaxud da ki, baxmayaraq ki, Yəhudi əsli olmasına baxmayaraq siyonist olduğu fikirləri var idi. Siyonist deyildi. Sadəcə olaraq dostu, məsələn, siyonist idi. O sadəcə olaraq Yəhudi icmasını, Yəhudi teatrı var idi, məsələn, ona marağı olubdu. Fələstinə getmək istəyir müəyyən bir dövründə. Daha çox belə mədəniyyət olaraq Yəhudiliyi araşdırıbdı. Amma belə siyasi görüş olaraq, yəni əlimizdə heç bir dəlil yoxdur ki, o adamın siyasi görüşləri var idi. Ona görə deyirlər ki, biz onun siyasi heç bir tərəfini görməmişik. Ona görə onun əsərlərini bu cür dəyərləndirə bilmərik. Yenə də deyirəm, bu da müzakirəli məsələdir. Və
Daha sonra deməli bir də Qəsr romanı var. Qəsr romanında isə eyni boğunuqluq və qəsrə getmək istəyir. O yolu gedib tapa bilmir. Yəni qəsr deyilən bir yer var, çox yaxındadır, amma qəsrə gedib çıxa bilmir. Hiss eləyirsinizsə, yəni bütün əsərlərində aşağı-yuxarı mövzular, boğunuq, o çarəsizliyi biz hiss eləyirik. Çox böyük ehtimalla yadımdan bir çox şey çıxdı və demək, filmləri barədə, Kafkanın əsərlərindən uyarlanmış filmlər barədə danışmaq istəyirəm. Hansısa ki, ən məşhur əsəri Metamorfozun 2 dənə filmi var. Biri 1960-larda səhv etmirəmsə 62-dədir və biri də 97-ci ildədir. 97-ci ildə çəkilmişi əsərə tam uyğundur və teatrda da, yəni oyun olaraq da bu əsəri əslində izləmişəm. Belə Google-da da olmalı, səhv eləmirəmsə. Və daha sonraki əsərləri Qəsr romanı da var. Bir neçə uyarlanmaları var. Bu arada bir kənd həkimi qısa hekayəsi var. Bu hekayədə düşünürəm ki, çox önəmlidir. Bunun 2007-ci ildə bir Yapon tərəfindən animasiyası da var və mən onu da dəhşət çox bəyənirəm. Bir kənd həkimi nədən bəhs edir? Bunu da deyim, yadıma düşmüşkən. Kənd həkimi yenə eyni ilə insanın gücsüzlüyü, o bürokratiyanın anlamsızlığını hiss eləyirik yenə. Kənddə bir həkimdir, ona xəbər gəlir ki, bir xəstə var, o getməlidir xəstəni müalicə eləməyə, amma atı yoxdur. Atını tapır, atı yoxdur ki, getsin, müalicə eləsin. Daha sonra fantastik belə hadisələr baş verir. Uçan atlar görürük hekayədə. O atlara minir və gedir həmən adamı xilas eləməyə və orada anlayır ki, birinci görür ki, həmən adamın xəstəliyə heç bir şey yoxdur. Daha sonra isə anlayır ki, bu adamı müalicə eləmək imkanı yoxdur, yəni çarəsi yoxdur. Burada o həkim xəstəni müalicə eləmək istəyir, amma bunun da qarşısında gücsüzdür. Yəni edə biləcəyi bir şey yoxdur. Yenə onun gücsüzlüyü və yaxud da ki, öz peşəsini həkim olduğu üçün xidmət göstərmək istəyir. İnsanlar ondan gücünün artığını tələb edir. Yəni insanlar ona tələb edirlər ki, sən həkimsən, onu sağaltmalısan. Amma bu adamın yenə də çarəsizliyi, yenə də gücsüzlüyü bir şey eləyə bilmir və daha sonra da yəni qaranlıqda atlar olmadan evinə dönüşünü izləyirik. Animasiyası var. Yenə də deyirəm 2007-ci ildə çəkilib və çox qəşəngdir. Hekayə də çox qısa bir hekayədir. Daha sonra, yəni dediyim kimi Kafkanın əslində o Alman dilində yazması, Çexiyada yaşaması və Yəhudi icmasında, Yəhudi ailəsində, baxmayaraq ki, yenə də deyirəm, ailəsi modernləşmiş bir ailə idi. Alman dilində danışan az saylı ailələrdən idi. Və Kafkanın həyatında çox-çox önəmlidir bu detallar. Məsələn, minor ədəbiyyatında belə bir şey də var ki, dominant olduğu dildə yazır. Yazar öz dilində yox. Samuel Jack var idi, məsəl üçün. Samuel neydi adı, yadımdan çıxdı. O da məsələn İrlandiyalı yazıcıydı. Samuel Jacket əsərlərini fransız və ingilis dilində yazırdı, İrlandiyalı olmasına baxmayaraq. Burada olduğun toplumda, məsələn, Çexiyada yaşayırdı, Yəhudi idi, amma dominant dil o dönəmlərdə dövlət dili, belə deyim, Alman dili idi. Yəni dominant dil hansı dildirsə, əlbəttə ki, burada kütlələrin oxunması da var və yaxud da ki, başqa bir təsir də deyim ki, bilirik ki, atasının təqidi ilə Alman dilində təhsil alıb. Aldığı dil belə Alman dilidir. Yəni, bunun da təsir var böyük ehtimalla. Və o kimlik problemi, yəni bu tərəfdən də kimlik böhranı yaşayır. Şəxsi həyatında məsələn yemək pozuntuları olurdu. Çox cılız olmasının səbəbi ritualları var imiş, qəribə ritualları var imiş yeməklə bağlı. O xəstəlikləri, insanlarla kontakt problemləri var idi, davamlı olaraq məktublarla. Hansı ki, Max Proda baxanda məsələn, o deyir ki, Kafkanın bütün o özgüvənsizliyinin yanında çox möhtəşəm bir nitqi var imiş. Çox gözəl ifadə şəkli var imiş.
Və yenə də deyirəm, yəni bir kimlik olaraq onun əsərlərini anlamaq üçün yazı üslubunu, böyüdüyü ailəni, əsərlərindəki qəhrəmanları, o boğunuqluğun səbəbini, yəni hər tərəfdən analiz edəndə ortaya çox möhtəşəm bir yazar çıxır və ümumilikdə də yəni Kafkaesk adlı bir ədəbiyyatda yazı üslubu da hətta mövcuddur. Kafka haqqında deyəcəklərim əslində çoxdur, belə spontan danışıram deyə ağlıma bu gəlir. Hə, bu arada nəyə görə özümü son dönəmlərdə Kafkanın əsərlərindəki qəhrəmanlar kimi hiss edirəm? Demək, mən artıq oradakı bürokratik dediyim kimi antibürokrat deyildi, amma əsərlərin hamısında hiss eləyirik biz onu, o bürokratiyanın insanı sıxışdırdığı absurdluq, absurd durumunu eynilə öz həyatımda yaşayıram. Çünki Almaniyadayam, iş üçün, işləmək üçün müraciət eləmişəm və artıq demək olar ki, 8 aydan çoxdur, 1 ilə yaxınlaşır ki, mən cavab gözləyirəm. Sadəcə işləmək istəyirəm. Amma bu yoxlanılır. Ya cavab gözləyirəm. Kimlə kontaktda olmalıyam, kim bunu mənə cavabımı verəcək. Eynilə məhkəmə əsərində, yəni o bir cinayətə günahlandırılırdı, amma yəni kontakt quracağı adam yox idi. Mən indi iş vizası gözləyirəm, amma bilmirəm, yəni hətta vəkil tutmuşam, eynilə oradakı əsərdəki qəhrəman vəkil tutması kimi vəkil tutmuşam və vəkil də gücsüzdür. Vəkil də heç bir şey eləyə bilmir. Və gözləyirəm. O qeyri-müəyyənliyin içində boğuşuram. O qeyri-müəyyənliyin insan psixologiyasının o dağıdıcılığını hiss eləyirəm. Bundan əlavə çox absurd da bir şey oldu. Məsələn, fikirləşirəm ki, mənim üçün çox qəribədir. Əslində real baxan çox qəribə bir durumdur. Amma mən ev sahibim məsələn deyir ki, bu çox normal bir haldır. Hansı ki, gecənin bir yarısı saat 10-11 idi. Mən yatdığım yerdə evə polislər girdilər. Sırağa gün oldu bu hadisə, evə polislər girdilər və yəni mən çox dəhşətli şəkildə qorxmuşdum. Nə baş verdiyini anlamıram və kimsə axtarırdılar orada və kənardan baxanda bu Kafkanın əsərlərində Kafkanın qəhrəmanlarına başına gələn hadisələrə oxşuyur. Yəni çox absurd, belə qeyri-real, niyə belə bir şey oldu anlamırsan, amma ev sahibinə məsələn deyəndə deyir ki, bura yəni burada Kölndür, burada normaldır bu şeylər, kimsə axtarırlar yenə. Yəni bu situasiyalar özü də yenə də deyirəm, Kafkanın əsərlərindəki qəhrəmanlar kimi mənə özümü hiss elətdirir. Buna görə də yəni böyük ehtimalla başlamışam yenidən oxuduğum şeyləri, məhkəməni yenidən dinləməyə. Belə minor ədəbiyyatı, Kafkanın psixoloji durumunu, Kafkanın ailə, qadınlarla əlaqələrini biləndən sonra hansı dildə təhsil aldığını, ailəsinin, yəni haralı olduğunu, özünün dil və üslubunu, yəni bunlar hamısını anlayandan sonra o zəifliyi onun əsərlərində bir növ demək olar ki, özünü əslində, bu arada bunu da deyim, əsərlərindəki qəhrəmanların əslində cinsiyyəti də yoxdur. Məsələn, hər hansısa bir qəhrəmanı oxuyanda, tutalım, Gregor Samsanı dəyişib bir qadın adı qoyanda da o əsəri oxumaq olur. Bir növ cinsiyyəti olmur əsərlərinin və yaxud da ki, məhkəmədəkinin. Orada belə yəni o qeyri-müəyyənlik var da. Və bütün bunları, bu detalları anlayıb oxuyanda bir əlbəttə ki, nəticəyə gəlmirik, yenə də deyirəm. Amma fikirlərimiz formalaşır. O boğunuqluğu, o absurdluğu, fantastik şeyləri anlaya bilirik ki, xəstəliklə də əlaqəsi ola bilərdi. Onun atası ilə bağlı olan o gücsüz, ilk dəfə o hissi ailədən hiss eləyib bu adam və daha sonradan da cəmiyyət içində ola bilsin ki, yəni psixoloqlar bunu necə analiz edərdi bilmirəm. Daha sonra da cəmiyyət içində eynən atası ona nə hiss elətdirib, onu hiss eləyib. Bütün həyatı boyu bu adam bunu hiss eləyib. Qadınlarla olan münasibətlərindəki o uğursuzluqlar. Yəni belə, Kafka modern ədəbiyyat üçün çox önəmli bir yazardır. İstəyənlər dediyim kimi filmlərini tapa bilərlər. Filmlərini də izləyə bilərsiniz. Tamaşaları Azərbaycanda yoxdur. Amma müxtəlif zamanlarda, yəni hətta yenə də deyirəm, YouTube-da da var şeyləri, tamaşaları və kitab oxumaqda yenə də deyirəm, çətinlik çəkənlər, əgər azlıq, yenə də deyirəm, kütlə üçün yazmayıbdır, azlıq bir kəsim üçün yazıbdır, maraqlananlar YouTube-dan belə onun səsli şəkildə kitablarını dinləyə bilərlər.